bizim ev qaynatamızın adındadır. O da rəhmətə gedib. Qaynanam da deyir, qaynanam da 4 qardaşı var, belə başa düşdüm ki, qaynanamdır, bir də 4 qardaş da, belə anladım. Deməli, qaynana və övladlar da var, 4 qardaş da var. Necə edək ki, adımıza keçirək? Ümumiyyətlə, belə bir hal mümkündürmü? Qaynatanın adında olan ev var, qaynata vəfat eləyib, 4 qardaş var və qaynana var. Belə olan halda təbii ki, vərəsəlik açdıracaq, artıq 5 nəfər evə namizət var faktiki olaraq. Bir nəfərin adına hansı halda keçməsi mümkündür? Qaynananın qardaşıdırsa... Yox, övladlardır, belə anladım. Yəni, 4 övlad var. O adi vərəsəlikdir də, burada yəni nə problemli bir şey yoxdur. Problem odur ki, ya gərək o yerdə qalan qaynana da daxil və o yerdə qalan 4 qardaş da imtina eləsin şəxslərin xeyrinə, düzdürmü? Yəni, ki, onların adına keçsin. Özünə keçmək istəyir. Əlbəttə, orada rəsmi qaydada, yəni vərəsəlikdən digər şəxslər imtina eləməlidirlər ki, bayaq da biz onu qeyd elədik. İmtina eləməyənə qədər artıq onların vərəsəlik hüququ tanımış olmuş hesab olunurlar. Ona görə onlar gəlib vərəsəlikdə imtina eləsinlər ki, bu da o prosedur necədir? Doğru deyirdim. Deməli, ölüm vərəsəliklə bağlı şəhadətnamə almalı, vərəsəlik üzrə şəhadətnamə. Vərəsəlik şəhadətnaməsi daha doğrusu. Onu almaq üçün rəsmi prosedur başvurmalıdır. Bunlar müraciət eləməlidirlər notariusa. Notarius artıq vərəsələrin dairəsini müəyyən eləyir. O vərəsələr hamısını çağırır. Digər vərəsələr imtina eləməlidirlər ki, buna tam keçsin pay. Amma imtina etməyəcəklərsə artıq burada bir çıxış yolu yoxdur, şəxslərin hüququdur. Orada indi məhkəmə perspektivi də yoxdur. Bəli. Amma indi elədir ki, hər kəsin məhkəməyə müraciət eləmək hüququ var. Bəzən görürsünüz, perspektiv işdə də məhkəməyə müraciət olunur.